Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdeten min lisani yefqahu qavli. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz ruhu tanımağın yolları haqqında olacaq inşallah. Əgər yadınızdadırsa, ötən bəhsimizdə insanın cisim və ruhdan ibarət olması haqqında danışdıq və dedik ki, insanın cismi ilə yanaşı onun bir də ruhu da var. Və bunu da qeyd etdik ki, ruhu bu maddi aləmdə tanımaq, dərk etmək çətin olsa da, amma bu qeyri-mümkün də deyil. Bugün isə ruhu tanımağın bəzi yolları haqqında çox qısa şəkildə danışacağıq inşallah. Deməli, ruhu tanımağın yollarından biri budur ki, əgər bir insan bu dünyada öz qəlbini bu maddi aləmdən uzaqlaşdırarsa, nəfsini günahlardan çəkindirərsə, o zaman bu insan, bu şəxs yaradanın əzəmət və qüdrətini görər, dərk edər və öz yaradılış və xilqəti haqqında doğru düzgün şəkildə düşünə bilərsə, bu insan o zaman başa düşər, anlayar ki, o bu maddi və fani olan aləm üçün yaradılmayıb. Əksinə, Allah Taala onu əbədi olan axirət yurdu üçün xəlq eləyibdir. Qəlb gözü açıq olan insan başa düşür, bilir ki, bu maddi aləm onun əbədi qalacağı bir yer deyil. Axirət həyatı üçün qazanc əldə etməyinə bir vasitə yeridir. Necə ki, Həzrəti Peyğəmbər Salavatullah bu barədə buyurub, Əd-dünya məzrəətul əxirə. Dünya axirət üçün bir əkin tarlasıdır. Yəni, bu dünyada hər nə əksək, o dünyada, yəni axirətdə də onu biçəcək. Necə ki, o məşhur atalar sözündə deyilir, nə əkərsən, onu da biçərsən. Həqiqətən də, əgər insan bu dünyada istər yaxşı əməl etsin, istər pis əməl etsin, fərqi yoxdur. Hər nə eləsə, onun da qarşılığını alacaq. Ruhu tanımağın başqa bir yolu isə ruh vasitəsilədir. Məlum məsələdir ki, insan yatarkən onun bütün bədən üzvləri müvəqqəti olaraq öz fəaliyyətini dayandırır. Məsələn, insanın əl-ayağı hərəkət etmir, gözü görmür, qulaq eşitmir, dil danışmır və digər bədən üzvləri də həmçinin. Ancaq bunlara baxmayaraq, biz görürük ki, insan yuxuda olan zaman onun ruhu ətraf aləmdə pərvaz edir. Misal üçün, insan yuxuda olan zaman müxtəlif məkanlara gedir, dünyasını dəyişmiş bəzi insanların ruhlarını görür, onlarla danışır, söhbət edir və hətta bəzən gələcəkdə baş verəcək hər hansısa bir hadisədən də müəyyən qədər xəbərdar ola bilir. Və bütün bu hadisələr baş verən zaman biz görürük ki, insanın cismi, bədəni evinin bir guşəsində hərəkətsiz halda qalıbdır. Deməli nədir? İnsan yuxuda gördüklərini bu maddi gözlə görmür. Eşitdiklərini bu maddi qulaqla eşitmir. Danışdıqlarını bu maddi dillə danışmır. Demək ki, insan bütün bunları cisminin yox, ruhunun vasitəsilə əncam verir. Və bunu da qeyd edim ki, əziz izləyicilər, insan yuxuda olan zaman onun ruhu müvəqqəti olaraq bədənini tərk edir. Elə buna görədir ki, bu saydıqlarımızın hamısını ruh vasitəsilə həyata keçirilir. Ruhu tanımağın başqa bir yolu isə düşüncə vasitəsilədir. Bu, demək olar ki, hər birimizin başına gəlir və gündəlikdə rastlaşdığımız bir məsələdir. Məsəl üçün, insan bir yerdə olduğu halda nəyinsə barəsində düşünür, fikirləşir, bəzən xəyallara dalır, nəyinsə təfəkkür edir və hətta insan bəzən bu günə qədər heç eşitmədiyi, görmədiyi şeylər haqqında da düşünür. Onlar haqqında da xəyala dalır. Və biz bütün bu proseslər baş verən zaman, insan düşünən və xəyallara dalan zaman biz görürük ki, insanın cismi, bədəni bir yerdə
Amma onun düşüncəsi, xəyalları isə başqa bir yerdədir. Bu da onu göstərir ki, deməli nədir? İnsan bütün bunları ruhun vasitəsilə əncam verir, cisminin yox. Və digər bir məsələ isə budur ki, insanın ruhu tanımasında başqa bir yol dünyasını dəyişmiş insanlardır. Diqqət edin, heç görmüsünüzmü ki, dünyasını dəyişmiş bir insana, yəni meyyitə insan deyərək müraciət edilsin? Əlbəttə ki, xeyr. Dünyasını dəyişmiş birinə heç onun öz adı ilə də müraciət etmirlər. Yəni, ruh bədəndən çıxandan sonra artıq bu şəxsə meyyit deyərək müraciət edilir. Bunu hər birimiz demək olar ki, görmüşük və müşahidə də etmişik ki, məsələn, bir insan öldükdən sonra, dünyasını dəyişdikdən sonra insanlar nə deyir ki, ətrafdakılar? Meyyiti yerdən götürün, meyyiti yerə qoyun və meyyiti dəfn eləyirik və s. bu kimi digər sözlər. Və artıq nədir? Biz görürük ki, artıq insanlar demirlər ki, məsələn, filan kəsi ya insanı yerdən götürün, insanı yerə qoyun, ya insanı dəfn eləyək. Artıq insan adı ya onun öz adı ilə müraciət olunmur. O şəxsə artıq meyyit deyərək müraciət olunur. Və buradan da məlum olur ki, insanın əsl həqiqəti onun ruhudur, əsl mahiyyəti onun ruhudur ki, bu ruh bu bədəndən, bu maddi bədəndən çıxdıqdan sonra bu bədənin cəsəddən başqa heç bir əhəmiyyəti qalmır. Bu artıq cəsəd olur və ona artıq meyyit deyərək müraciət olunur. Diqqət edin, hətta insan deyildikdə də bu ünsür, yəni ruh nəzərdə tutulur. Çünki ruhsuz insana, yəni meyyitə artıq insan deyilmir. Artıq ona meyyit deyərək müraciət olunur. Həzrəti Əli əleyhissalam buyurub ki, Xuliqal insanu zə nəfsin nətiqa. İnsan düşünən nəfs sahibi, ruh sahibi olaraq xəlq edilmişdir. Əzizlərim, deməli biz bu günləri ruh barəsində, ruhu tanımağın yolları barəsində 4 dənə məsələyə işarə etdik. Birincisi, insanın nəfsini günahlardan qoruması, ikincisi yuxu vasitəsilə, üçüncüsü düşüncə vasitəsilə, dördüncüsü isə dünyasını dəyişmiş insanlara diqqət etmək vasitəsilədir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.